Bundan qabaqki 3 videoda Quranda peyğəmbər möcüzələrinin gələcəkdə kəşf edəcəyimiz texnologiyalara açıq-aydın işarə etdiyini əlimizdən gələn qədər Allahın izni ilə göstərməyə çalışdıq. Əslində daha çox örnək vermək olar, amma bu gedişlə mövzunun axırına çıxa bilmərik. Yəni o videolara baxanlara ən azından Qurana bu yöndən də baxın deyə bir baxış açısı qazandırmış olarıq. Yoxsa bu barədə Quranda saya bilməyəcəyimiz qədər örnəklər çoxdur. Məsələn, Quranda Həzrət Musa Allahın izni ilə dənizi ikiyə yarıb oradan yol açıb gedir. Biz də ayəni oxuyanda ağlımıza bir qapı atılır ki, demək, dənizlərdən, okeanlardan yol salıb getmək olar. Hansı ki, hal-hazırda bunu gerçəkləşdiririk. Dənizlərin həm üstündən körpülərindən, həm altından yollar açıb irəliləyirik. Və Quranda Həzrət Davud üçün dəmiri yumşaltdıq deyə bəhs olunur. Bu baxış açısından günümüzdə dəmirin əridilməsindən bütün texnologiya sənayesi ortaya çıxır. Bundan başqa Həzrət Davudun Calutu sapanla, balaca bir daşla düz alnından vurub öldürməsi, günümüzdəki silahlara işarə etməsi və s. kimi çox örnək saymaq olar. İndi ağlımıza belə bir sual da gələ bilər ki, niyə bunlar Quranda açıq-aydın göstərilməyib ki, baxan kimi başa düşək? Çünki Quranın təməl məqsədi bu deyil. Biz Quranı oxuyarıq, Allahın isimlərini daha dərindən tanıyarıq. Kainatdan, yaradılışdan Allahın varlığına dəlillər görərik, anlamağa çalışarıq və ya insanlara iman etmək, ibadət etməyə təşviq edildiyini görərik. Əsas qayəmizin nə olduğu, bu dünyaya niyə göndərildiyimizi anlayarıq. Amma bu kitabda yaş quru hər şeydən bəhs olunduğunu deyən də bir ayə varsa, deməli ayələrin arasında bəzən riyazi, bəzən hərfi, bəlkə tək bir kəlmə və ya hərf minlərlə məsələyə toxunub işarə edə biləcək şəkildə yazılıb. Bunlardan biri də elə hal-hazırda danışdığımız məsələdir. Peyğəmbərlərin həyatından danışılır, amma həyatlarında baş verən hadisələrin minlərlə yönə baxan tərəfi var. Quran hakim enbiyaları, yəni peyğəmbərləri, insanın cəmaatlarına tərəqqiyat mənəviyyə cəhətində birər pişdar və imam göndərdiyi kimi. Yəni bir növ peyğəmbərlər necə ki insanların mənəvi tərəqqisində, inkişafında önəmli rol oynayır, onlara imamlıq edir. Yenə insanların tərəqqiyat maddiyyə surətində dahi o enbiyanın, yəni peyğəmbərlərin hər birisinin əlinə bəzi harikalar verib, yenə o insanlara birər ustabaşı və üstad etmişdir. Necə ki peyğəmbərlər mənəvi tərəqqimizdə bizim üstadımızdırsa, eynən bunun kimi Allah onların əlində möcüzə verməklə maddi tərəqqimizdə, yəni bütün bu texnologiyaları kəşf etmək üçün başımıza üstad eləyib. Mucizat enbiyayı, yəni peyğəmbərlərin möcüzəsini zikr etməsi ilə fən və sənət bəşəriyyənin nihayət hüdudunu çiziyor. Allah bir növ Quranda peyğəmbərlərə verdiyi möcüzələrini göstərməklə insanlara kəşf edə biləcəyi texnologiyanın ən axır son nöqtəsini, hüdudunu göstərir. Ən iləri qayətına barmaq basır, ən nihayət hədəflərini təyin edir. Yəni qısaca biz ümumən Qurana bu gözlə baxmamalıyıq ki, Quran ancaq keçmiş toplumlardan bəhs edir və ancaq o zamana aiddir. Tam tərsinə hər dövrə xitab edən bir kitab olduğuna görə hər əsrə uyğun da bir xitab tərzi olmalıdır. Bununla belə biz bəşər övladı yeni kəşflərlə yeyib tərəqqi etdikcə Allah alimlərin, müsəlmanların əli ilə Quranda istər maddi, istər mənəvi bizə lazım olan bütün məlumatların ən son həddindən bəhs olunduğunu göstərəcək. Diləyən iman eləyib imanı artar, diləyən də inkar.